Salam uşaqlar, hər vaxtımız xeyir. Biz sizinlə bugün isimləşmə və sifətləşmə haqqında danışacağıq. Ümumiyyətlə bu nə deməkdir? Elə cümlələr görəcəyik ki, və yaxud elə bir söz birləşmələri görəcəyik ki, həmin cümlələrdə, söz birləşmələrində sifətlər, saylar, feil sifətlər isim kimi işlənəcək. Bu nə deməkdir? Yəni bizim işlətdiyimiz cümlələrdə sifət, say, feil sifət ismin sualına cavab verəcək. İsim yerində işlənəcək, kim, nə suallarına cavab verəcək. Bu zaman həmin o saylar, sifətlər, feil sifətlər hal şəkilçisi, mənsubiyyət şəkilçisi və cəm şəkilçisi qəbul edəcək. Biz buna nə deyəcəyik? Buna isimləşmə deyəcəyik. İndi gəlin baxaq. Məsələn, deyirəm ki, isimləşməyə nə misal göstərək? Məsələn, körpə sözü. Körpə nitq hissəsi olaraq nədir? Körpə nitq hissəsi olaraq təbii ki, sifətdir. Körpə. Necə? Körpə. İndi gəlin körpə sözünü cümlədə isimləşdirək. Körpələr ağladı. Nə etdi ağladı? Ağlayan kim idi uşaqlar? Körpələr. Görürsünüz, körpə sözü sifətdir və bizim işlətdiyimiz cümlədə nə sualına cavab verərək isimləşdi. Buna isimləşmə deyilir. İsimləşmə. Deməli, biz dedik ki, say, sifət, feil sifət. İsimləşərkən nə edir? Hal, mənsubiyyət, cəm şəkilçisini qəbul edir. Burada qəbul etdiyi nədir? Cəm şəkilçisidir. Cəm şəkilçisini qəbul edib və isimləşib. Çünki burada körpələr sözü uşaq ismini itirib, əslində cümlə belə olmalı idi. Uşaqlar ağladı. Uşaq ismini itirərək ismin larlər cəm şəkilçisini qəbul edib və isimləşib. Yaxşı, morfoloji cəhətdən biz bu sözə necə baxacağıq? Baxın, isimin qrammatik xüsusiyyətini qəbul eləsə də bu söz, yəni isimləşib, isimləşmə kimi götürürük. Amma yenə də isim olaraq, sifət olaraq qalır. Daha doğrusu, körpələr sözü isimin xüsusiyyətini qəbul edib bu cümlədə. Amma nitq hissəsi olaraq nə kimi qalır? Sifət olaraq qalır. Başqa bir cümlə, məsələn, say kimi işlədək. Birinci nitq hissəsi olaraq nədir? Saydır. İndi gəlin bunu isimləşdirək. Birincilər qalib gəldilər. Nə etdilər? Qalib gəldilər. Kim? Birincilər. Görürsünüz, birinci əslində sayıydı. Burada ismə aid larlər şəkilçisini qəbul etdi və isimləşdi. Birincilər qalib gəldi. Kim? Birincilər. Yəni, burada sayımız isimləşərək isimin sualına cavab verir. Amma yenə də morfoloji olaraq nə qalır o? Say olaraq qalır. Bu da sayın isimləşməsi. Sonra dedik, feil sifətdə isimləşə bilir. Feil sifətin isimləşməyini bir misal göstərək. Məsələn, qalib gələn. Qalib gələn bizim qızdır. Kimdir? Bizim qızdır. Kim? Qalib gələn. Qalib gələn nədir? Feil sifətdir. Çünki gələnin üzərində baxın, anan şəkilçisi var, feil sifət şəkilçisi var. Kim bizim qızdır? Qalib gələn. Görürsünüz, burada feil sifət kim sualına cavab verdi və isimləşdi. Sonra bir neçə nümunədə yazaq. İsimləşməyə aid. Biz dedik, hansı nitq hissələri isimləşdi bugünkü dərsimizdə? Deməli, sifətlər, feil sifətlər və saylar. Gəlin, başqa sifətlərin isimləşməsini göstərək. Məsələn, igid sözü. İgid sözü hansı nitq hissəsidir? İgid. İgid sözü hansı nitq hissəsidir? İgid. Necə igid? Sifətdir. Gəlin, isimləşdirək. İgidlər bizim fəxrimizdir. Nədir? Bizim fəxrimizdir. Kim? İgidlər. Görürsünüz, ismə aid larlər cəm şəkilçisini qəbul elədi və sifətimiz nədir? İsimləşdi. Bu da bizim sifətimiz isimləşməsinə nümunə. Sonra görürsünüz, sifətimiz isimləşərkən artıq sifətin suallarına yox, isimin suallarına cavab verir. Deməli, sifət isimləşərkən bir neçə xüsusiyyət itirir.
Onlardan bəzilərini sayacağıq. Sifət isimləşərkən sifətin suallarına cavab vermə xüsusiyyətini itirdi. Çünki igid hansı suala cavab verirdi? İgid, necə? İgid sifətin sualına cavab verdi. İsimləşdi hansı suala cavab verdi? İsmin sualına. Deməli, sifət isimləşərkən sifətin sualına cavab vermək əlamətini itirir. Əlamət və keyfiyyət bildirməyi itirir. Sonra isimdən əvvəl gələrək onun əlamətini və keyfiyyətini bildirmə xüsusiyyətini yenə itirir. Bəs hansı xüsusiyyətləri qazandı? Baxın, isim, sifət isimləşdi. Hansı xüsusiyyət qazandı? Kim sualına cavab verməsi və yaxud nə sualına cavab verməsi, yəni ad bildirdi, hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir və isimsiz işlənə bilir. Görürsünüz, burada cəm şəkilçisini qəbul etdi. Yaxud deyə bilərik ki, igidlərimiz, dəqiqə yaxşı yazaq, pis yazıldı. İgidlərimiz qalib gəldi. Nə etdi? Qalib gəldi. Kim? İgidlərimiz. Görürsünüz, burada igidlərimiz sözü. İgid sözü əslində sifət idi. Burada igidlərimiz cəm və mənsubiyyə şəkilçisini qəbul edərək neynədi? Sifətin ismin yerində işləndi. Yəni isimləşdi. Sifət isimləşərkən neynədi uşaqlar? Sifət isimləşərkən əlamət və keyfiyyət bildirmə xüsusiyyətini itirdi, sifətin sualını cavab vermə funksiyasını itirdi və ismin əvvəlində gələrək, yenə deyirəm, ismin əvvəlində gələrək onun əlamətini və keyfiyyətini bildirmə xüsusiyyətini də itirdi. Bəs yerində nə qazandı? Sifət isimləşərkən nəyi qazandı? Ad bildirmək funksiyasını, yəni kimlə sualına cavab vermə funksiyasını, hallanmağı, cəmlənməyi, mənsubiyyətə görə dəyişməyi. Baxın, burada cəmlənməyi və mənsubiyyətə görə dəyişməyi görürük. Cəmlənir, mənsubiyyətə görə dəyişir, hallanır və isimsiz işlənə bilmə xüsusiyyətini qazanır. Sonra sayın isimləşməsinə də bir neçə nümunə göstərək. Yenə say da isimləşəndə cəmlənə biləcək, mənsubiyyətə görə dəyişə biləcək, hallanacaq, kimlə sualına cavab vermə funksiyasını qazanacaq, amma sayan özünə aid olan xüsusiyyətlərini itirəcək. Məsələn, burada dedik ki, başqa bir say deyək. Dəqiqə. Onuncular əvvələ keçdi. Nə etdi? Keçdi. Keçən kim idi? 10-cular idi. 10-cu əslində nədir? 10-cu, neçənci say bildirir. Burada lalilər cəm şəkilçisini qəbul edərək ismin sualına cavab verdi. Yəni isimləşdi. Deməli, say da isimləşərkən cəmlənə bilmək xüsusiyyəti qazanır, mənsubiyyətə görə dəyişmək qazanır, isim kimi hallanır, kimlə suallarına cavab verir və sayın öz sualına cavab vermə funksiyasını, sayın öz xüsusiyyətlərini neynir? İtirir. Bu da sayın isimləşməyi. İndi keçirik sifətləşməyə. Sifətləşmə nədir uşaqlar? Bəzi isimlər var ki, onlar cümlədə söz birləşməsi daxilində işlənəndə artıq ad bildirmə funksiyasını itirir və varlığın əlamətini bildirməyə başlayır. Yəni isimdir. Əslində əlamət bildirmək hansı itki səsinin xüsusiyyətidir? Təbii ki, sifətin. Əlamət bildirir, keyfiyyət bildirir deyəndə nəyi nəzərdə tuturuq? Biz sifəti nəzərdə tuturuq. Amma bəzi isimlər söz birləşməsi cümlə daxilində işlənir və varlığın əlamətini bildirməyə başlayırlar. Yəni sifətləşirlər. Məsələn, götürək daş sözünü, yun sözünü, ipək sözünü, sonra nə sözünü götürə bilərik? Məsələn, gümüş sözünü, gümüş, qızıl, sonra dəri, torpaq, sonra pambıq, sonra dəmir yazmışam mı? Yox, dəmir. Ən çox işlənən sözləri yazıram. Dəmir, sonra bez və s. və s. uşaqlar. Bu igid sözü buradan silək.
Sonra nə yaza bilərik? Bir ikisini də yazaq. Yaza bilərik bura. Taxta sözünü rahatlıqla. Taxta. Şüşə. Şüşə və s. Uşaqlar, bax, burada yazdığım bütün sözlər nitq hissəsi olaraq isimdir. Şüşə, nə? Taxta, nə? Bez, nə? Daş, nə? Yun, nə? İpək, nə? Gümüş, qızıl, dəri, torpaq, pambıq, dəmir. Bunların hamısı nə sualına cavab verir? Nə sualına cavab verirsə, deməli nədirlər? İsimdirlər. İndi gəlin biz bunları cümlədə sifətləşdirək. Baxın, şüşə, pəncərə. Necə pəncərə? Şüşə pəncərə. Görürsünüz, isimdir. Yanına bir isim də gətirib qoyduqda şüşə pəncərə sındı. Sındı yazaq. Şüşə pəncərə sındı. Yanına bir isim də gətirdik qoyduq və bu ismin, pəncərə ismini, şüşə ismi, pəncərə ismini, əlamətini, varlığın əlamətini bildirdiyinə görə burada sifətləşdi. Yəni şüşə necə sualına cavab verdi. Burada nə deyirik? Deyirik, isim sifətləşib. Taxta qapı. Necə qapı? Taxta qapı. Taxtaya bayaq ayrılıqda nə sual cavab vermişdi? İsim idi. Cümlədə nədir? Sifətləşdi. Necə qapı? Bez parça. Necə parça? Bez parça. Görürsünüz? İsimləşdi. Daha doğrusu sifətləşdi. Daş, bina. Necə bina? Daş bina. Sifətləşdi. Yun, şal. Yanına bir isim də gətirdik, qoyduq. Yun şal. Necə şal? Yun şal. Sifətləşdi. İpək parça. Necə parça? İpək. Sifətləşdi. Gümüş bilərzik. Necə bilərzik? Gümüş bilərzik. Sifətləşdi. Qızıl üzük. Necə üzük? Qızıl üzük. Sifətləşdi. Dəri çanta. Necə çanta? Dəri çanta. Torpaq yol. Necə yol? Pambıq paltar. Necə paltar? Dəmir qapı. Necə qapı? Dəmir qapı. Görürsünüz, bax bu sözlərin hər bir ayrılıqda nə sualına cavab verirdi? Yəni isim idi. Yanına bir dənə də isim gətirib qoyduqda nədir? Həmin sözlər avtomatik sifətləşdi. Yəni varlığın əlamətini bildirərkən bəzi isimlər neyinir? Sifətləşə bilir. Burada yazdığım sifətlərin əksəriyyəti, deməli, daha doğrusu burada yazdığım isimlərin əksəriyyəti, yəni hamısı ən çox sifətləşən isimlərdir. Bu nümunəni artıra da bilərik. Məsələn, bura başqa nə yaza bilərik biz? Yaza bilərik çit sözünü. Çit nə? Çit. Çit əslində nədir? İsimdir. Yanına bir isim də qoyanda çit parça. Nə olur? Sifətləşir. Sonra mis sözü, bürünc sözü. Çit, nə, mis, nə, bürünc, nə. Hər biri isimdir. Amma baxın, çit parça, necə parça, mis qab, necə qab, bürünc medal, necə medal, bürünc medal. Bürünc sözü əslində isim idi. Bürünc medal deyəndə nədir? Sifətləşdi. Bax, bu da sifətləşmədir. Yəqin ki, tam aydın oldu. Bir də sonda yenə nəyi təkrarlamaq istəyirəm uşaqlar? Baxın, biz dedik ki, bəzi isimlərimiz sifətləşdi. Bəzi saylarımız, sifətlərimiz, feil sifətlərimiz isə indi nədir? İsimləşdi. Bunlar isimləşsə, sifətləşsə belə, nitq hissəsi olaraq yenə sifət və isim olaraq qalır. Baxın, nə demək istəyirəm? Məsələn, deyirəm ki, gedən mənim qohumumdur. Kimdir? Mənim qohumumdur. Kim? Gedən. Gedən nədir? Feil sifətdir. Gedən. Gedən sözü, get sözün kökü, anayın feil sifət şəkilçisi. Feil sifət dedik həm sifətin, həm feilin xüsusiyyətini daşıyır. Burada nə sualına cavab verdik? Kim sualına? Deməli, nədir? Feil sifətimiz isimləşdi. Və isimləşsə belə deyirik isimləşdi. İsim yerində çıxış eləyərək isim sualına cavab verir. Amma morfoloji cəhətdən, yəni nitq hissəsi cəhətdən nə olaraq qalır? Feil sifət olaraq qalır. Bu bilirsiniz nəyə bənzəyir? Təsəvvür edin ki, gəlirəm hər hansısa birimizin geyimini və yaxud ayaqqabısını geyinirəm, çıxıram çölə. Mən siz oluram? Yox, siz olmuram. Müəyyən bir müddət sizin yerinizə keçmiş oluram. Amma özüm olaraq qalıram. Bax, bu ona bənzəyir, buna bənzəyir. Bu da belə.